Vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DIM test vəsaitindən sözün başlanğıc forması haqqında olacaqdır. Birinci sual. Qar kimi dümağ pırtlaşıq saçları mütəkkənin üstünə dağılmışdı. Nümunəsindəki feillə aid doğru fikirdir. Burada demək feilimiz dağılmışdı sözdür. Yəni dağıl sözün köküdür, mış keçmiş zaman şəkilçisidir, idi hissəsi idi. Bizən doğru fikir istəyir. Kökü isimlə amonimdir. Xeyr, dağıl deyə bir isimimiz yoxdur. A səhvdir. Kökü ilə başlanğıc forması fərqlidir. Səhvdir. Çünki sadə sözdür. Sadə sözlərin kökü ilə başlanğıc forması eyni olur. Dağıl sözün həm köküdür, həm də başlanğıc formasıdır. Tərkibindəki şəkilçilər başlanğıc formaya daxil deyil. Bəli, qrammatik şəkilçilərdir, başlanğıc formaya daxil deyirlər. Cavabımız C variantıdır. Həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər. Xeyr, yalnız sadə söz kimi düşünülür. Tərkibində bir leksik, 2 qrammatik şəkilçi var. Bu da yanlışdır. Tərkibində 2 qrammatik şəkilçi var. İkinci sual. Başlanğıc formada verilmiş sözləri müəyyən edin. Nə deməkdir başlanğıc formada verilmiş sözlər? Söz yalnız ya bir kökdən ibarət olsun, qrammatik şəkilçi olmasın, ya da kök və leksik şəkilçi olsun, yenə qrammatik şəkilçi olmasın. Yazılmış sözündə yaz sözün kökü ıl leksik, mış qrammatik. Burada başlanğıc forma yazıldı. Çalış bir dənə kökdür. Gətir sözün kökü diqrammatik şəkilçidir. Demək, burada başlanğıc formada verilən yalnız çalışdı. Yaşıl, laş leksikdir, ır qrammatikdir. Axırıncı qrammatikdir. Demək, başlanğıc formada deyil. Dostdan dostluq əmələ gəlir. Dostluq başlanğıc formadadır. Əməl sözün kökü lər qrammatikdir. Başlanğıc formada deyil. Meşə sözün kökündə 2 leksikdir. Demək, meşəlikdir sözündə dir qrammatik şəkilçidir. Demək, başlanğıc forması deyil. Başlanğıc formada deyil. Şirkət də qrammatikdir. C variantında bircə məktəb sözü başlanğıc formadadır. Çiçəkləndi. Çiçək, çiçəkləmək, çiçəklənmək. 2 leksik diqrammatikdir. Başdan başla əmələ gəlir maq qrammatik. Fərəh sözün kökü lən leksikdir, ir qrammatik. Buradakı sözlər də başlanğıc formada deyil. Boğdan boğça əmələ gəlir. Yəni boğçanın ağzını boğursan, bu mənada dakı da leksik. Başlanğıc formadadır. Göl, gölməçə başlanğıc formadadır. Düşərgə, bu da birbaşa kökdür, başlanğıc formadadır. Cavabımız olur Y variantı. Üçüncü sual. Meydançadakılar sözünün başlanğıc forması hansı cavabda düzgün göstərilmişdir? Başlanğıc forması. Demək, sözün kökü meydan. Meydandan meydança, meydançadan meydançadakı əmələ gəlir. Lar qrammatikdir. Demək, başlanğıc forması meydançadakıdır. B variantıdır. 4. Xalamgildəkini sözünün başlanğıc forması xala sözün köküdür. M qrammatik şəkilçi, mənsubiyyət şəkilçisidir. Gil leksik, dəki leksik, n bitişdiricidir, i qrammatik. Xalamgildəki başlanğıc formadadır. Cavabımız olur A variantı. 5. İsmin hansı halında olan söz adətən başlanğıc formada sayılır, adlı hal. Amma həmişə başlanğıc formada sayılır deyə bilmərik. Çünki adlı halda olan söz cəm, mənsubiyyət, xəbərli şəkilçisi qəbul edə bilər. 6-cı sual. Başlanğıc forması səhv göstərilmiş söz mənəviyyat düzgündür. Danlamırlar düzgündür. Çünki yerdə qalan m, ırlar qrammatikdir. Hazırlayırsan düzgündür. Uşaqlığım düzgündür. Təmizlənir sözündə təmizlə, təmizlənmək. Bu n da leksikdir. Yəni başlanğıc forma təmizlən olmalıdır. Cavabımız Y variantıdır. 7-ci sual. Sözlərdən birində başlanğıc forma düzgün deyil. Mərd, lik leksik də qrammatikdir. Yaz, yazı, yazıçı. Lardan düzgündür. Qırdan qırıntı düzgündür. Dağıntı birbaş kökdür. Yəni burada başlanğıc formayı dağ götürə bilmərik. Bütöv olmalıdır. Susamaq, bu da düzgündür. Cavabımız D variantıdır. 8-ci sual. Başlanğıc formada olan sözləri müəyyən edin. Yenə sonuncu şəkilçi leksik olmalıdır. Və yaxud da ki, sonuncu şəkilçi qrammatik olmamalıdır. Ov, ovçu, ovçuluq. Başlanğıc formadadır. Bur, buruq, lardanı qrammatikdir. Demək, ikinci başlanğıc formada deyil. Zavod sözün kökü lardan ın qrammatikdir. Üçüncü də başlanğıc formada deyil. Bağ,
Banleksik, ınqrammatik. Başlanğıc formada deyil. Qardaş sözün kökü lık-leksik. Başlanğıc formadadır. Məktəb sözün kökü li-leksik, lər-də-nə, qrammatik. Başlanğıc formada deyil. Gül, dan-leksik, dakı-leksik. Başlanğıc formadadır. Ev sözün kökü dar-leksik, lık-leksik. Bu da başlanğıc formadadır. Cavabımız E variantıdır. 9-cu sual. Sözlərdən birinin başlanğıc forması düzgün göstərilməmişdir. İrəli, irəlidən irəlilə. Məktədir. Düzgündür. Qışqır, qışqırdan qışqırtı əmələ gəlməlidir. Yəni başlanğıc forma qışqırtıdır. Cavabımız B variantıdır. Pərdə, pərdələ, pərdələn. Mişdəndir, qrammatikdir. Düzgün verilibdir. Uzun, uzunçu, uzunçuluq. Yenə düzgündür. Yay, yaylaq. Yenə düzgündür. Lardan da qrammatikdir. Cavabımız B variantıdır. 10-cu sual. Başlanğıc forması kök və iki leksik şəkilsindən ibarət olan söz hansıdır? Meşə sözün köküdür, lik-leksikdir, dəqrammatikdir. Yaxşı sözün köküdür. Demək, meşəlikdə sözünün başlanğıc formasında kök bir leksik şəkilsi var. Yaxşı, laş leksik, dır leksik, ıl leksik, diqrammatik. Burada kök, başlanğıc formada kök 3 leksik şəkilsi var. Sərhəd sözün kökü çi leksikdir, lər-də-nimiz qrammatik. Burada başlanğıc formada kök bir leksik şəkilsi var. Döydən döyüş, döyüşdən döyüşçə əmələ gəlir, lər qrammatikdir. Başlanğıc formada kök 2 leksik şəkilsi var. Cavabımız D variantıdır. Tarla sözün köküdür, dakı leksikdir, lar qrammatikdir. Başlanğıc forma tarladakıdır. Demək, cavabımız D variantı idi. 11-ci sual. Hansı sözün kökü səhv, başlanğıc forması düzgün göstərilmişdir? Na, ön şəkilsidir. Münasib sözün köküdür, dir qrammatik şəkilsi. Kök olmalıdır, münasib, başlanğıc forma olmalıdır, namünasib. Namünasib kök deyil. Elə cavabımız A variantıdır. Apar, apart, apartdır, apartdırıl. 3 leksik, diqrammatik. Kökü apardır, apartdırıl başlanğıc formadadır. Bu düzgün verilib. Qarışıqlıq, qarış, qarışıq, qarışıqlıq. Kökü qarışdır, kökü səhv verilibdir. Başlanğıc forması qarışıqlıq. Kökü də başlanğıc forması da səhv göstərilibdir. Süründürməçilik. Demək, burada sözün kökü sür sözün kökü. Başlanğıc forması süründürməçilik olmalıdır. Sizə səhv verilibdir. Doğmalarımız sözün kökü doğdu. Kökü doğdu, başlanğıc forması doğmadır. Cavabımız oldu A variantı. 12. Hansı sözün kökü düzgün, başlanğıc forması səhv verilmişdir? İşıq sözün köküdür, başlanğıc forması işıqlandırıl. İkisi də düzdür. Rahat sözün köküdür, başlanğıc forması narahatlıq olmalıdır. Amma burada narahat verib. Demək, B-dir cavabımız. Gör sözün köküdür, görüntülərdəki başlanğıc formadır. Kökü səhv veribdir. Qovuş sözün köküdür, qovuş sözün köküdür. Elə başlanğıc forması da qovuşdur. Çünki anlamlar qrammatikdir. Dəyiş sözün köküdür, illeksikdir. Kökü dəyişdir, başlanğıc forması dəyişildi. Cavabımız B variantı oldu. 13-cü sual. Fikirlərdən biri səhvdir. Sadə sözlərdə sözün kökü ilə başlanğıc forması eynidir. Bəli, düzdür. Sözün başlanğıc forması onun leksik mənasını ifadə edir. Bəli. Yəni, biz sözün hansı məna ifadə etdiyini bilmək üçün başlanğıc formaya baxırıq. Adlı halda olan isimlər həmişə başlanğıc forma hesab olunur. Bayaq da qeyd elədim ki, adətən adlı hal başlanğıc forma hesab olunur. Amma həmişə deyə bilmərik. Çünki başlanğıc formada adlı halda olan söz cəm, mənsubiyyət, xəbərli şəkilçisi də qəbul edə bilər. Məsələn, insanlar, insan sözü adlı haldadır, amma bu söz başlanğıc formada deyil. Çünki cəm şəkilçisi var. Leksik şəkilçisidən sonra gələn qrammatik şəkilçi başlanğıc formaya daxil edilmir. Bəli, feillərin başlanğıc forması onların qrammatik şəkilçisiyə qədərki hissəsidir. Bu da düzgündür. Cavabımız C variantıdır. 14-cü sual. Həm kökü, həm də başlanğıc forması qop olan feili müəyyən edin. Qoparar. Vurğu sona düşüb, bu o deməkdir ki, qopbaqdan qoparmaq əmələ gəlir. Kökü qopdur, başlanğıc forması qopardı. Qopararsa, burada da qop sözündən qoparmaq əmələ gəlir. Kökü qop, başlanğıc forması qopar. Qoparmış,
Vurğu arın üzərinə düşürsə, qop sözün köküdür. Ar qeyri-qəti gələcək zaman şəkilçisi mış şəxs sonluğudur. C variantında sözün kökünlə başlanğıc forması eynidir. Qoparmalıdır. Burada qopbaqdan qoparmaq əmələ gəlir. Kökü qop, başlanğıc forması qoparmalıdır. Qoparmamışam. Demək, qoparmamışam. Burada qoparmaqdır. Yəni, ar leksikdir. Ona görə vurğu arın üzərinə düşüb ki, ardan sonra ma inkarlıq şəkilçisi gəlibdir. Cavabımız oldu C variantı. 15-ci sual. Hansı sözün başlanğıc forması düzgün, kökü səhv göstərilibdir? Çağır başlanğıc forması düz olsun, kök səhv olsun. Çağır kök düzdür, başlanğıc forması çağırışçı düzdür. Ayrı düzdür, başlanğıc forma ayrıl olmalıdır. Yəni burada leksik şəkilçidir. Başlanğıc formaya daxil olmalıdır. Dağılmışdı sözündə sözün kökü dağıl olmalıdır. Səhv göstərilib. Yağlamışdı sözün kökü yağ, başlanğıc forma yağla. İkisi də düz göstərilibdir. Bağdan da bağlı. Burada da ikisi düz göstərilibdir. Cavabımız B variantı. 16. Başlanğıc formada olan sözləri müəyyən edin. Gül, dan leksik, daki leksik. Biri götürürük. Düşərgə, miz qrammatikdir. 2'yi götürmürük. Tapşır sözün kökü ıq leksik. 3'ü götürürük. Halal, laş leksik, qrammatik. 4'ü götürmürük. Yarat, ıcı leksikdir, lıq leksikdir. 5'i götürürük. Böyüb, böyüt, böyüdül. Müştə qrammatik. 1-3-5. Başlanğıc formada olan sözləri müəyyən edin. Alarkən, al sözün kökü arkən qrammatik şəkilçidir. Bunu götürmürük. Yüngül sözün kökü lük leksik. 2'yi götürürük. Anbar sözün kökü dar leksik. 3'ü götürürük. Çiyələk, 4'ü götürürük. Kitablar. Müəllim, 2, 3, 4. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.